MİQ imtahanda ibtidai sinif müəllimləri üçün istifadə olunmuş belə bir suala baxaq. Deməli, sual bundan ibarətdir ki, ata evdən işə 45 dəqiqəyə gedir. Ata saat 9:00-da evdən çıxır və yolun 3/2-sini getdikdən sonra yadına düşür ki, vacib sənədi evdə qalıb, o evə qayıdıb 10 dəqiqə ərzində sənədi tapır və evdən çıxır. Ata işə saat neçədə çatır? Bu tipli sualları həll edəndə ardıcıl olaraq verilənləri qeyd etmiş lazımdır. Deyək ki, ata evdən çıxdı, bura olsun ev və burada olsun iş. Və bu məsafəni gedir və evdən 9:00-da çıxdı. Və o yolu, yəni evdən işə 45 dəqiqəyə gedir və yolun 3/2 hissəsini gedir. Deməli, 45 dəqiqəyə gedirdisə, 45 dəqiqənin 3/2-sini gedibdir. 45 dəqiqənin 3/2-sini tapsaq, bu bizə verəcək 30. Deməli, ata 30 dəqiqə gəldi. Təqribən deyək ki, bura kimi gəldi. Və bura kimi gələndən sonra yadına düşür ki, yəni bura 30 dəqiqə artıq gəlibdir və yadına düşür ki, sənəd yaddan çıxıb. O zaman geri bir də qayıdır və geri qayıtdığına görə bir də 30 dəqiqə gedir. Artıq geri qayıtdığı vaxt da 30 dəqiqədir. Yəqin ki, sabit sürətlə hərəkət edib. Əslində sualın şərtində verilməli idi ki, sabit sürətləndir. Yəqin ki, sualın şərtinə görə burada sürət sabit nəzərdə tutulub və bir də 30 dəqiqə geri qayıtdı. Deməli, bizə nə soruşulur? Bizə deyir ki, ata işə saat neçədə çatdı? Deməli, ata 30 dəqiqə getmişdi. 30 dəqiqə getmişdi. Bir də 30 dəqiqə geri qayıtdı. Çünki sənəd yaddan çıxıb. Bir də üstə gəlirəm 30 dəqiqəni. Və deyir ki, o evə qayıdıb 10 dəqiqə ərzində sənədi tapır. Bir də 10 dəqiqə evdə vaxt itirir. Üstünə bir də 10 gəlməliyəm. Ümumi gələn vaxtları qeyd edirəm. Və sənədi tapandan sonra bir də nə etməlidir? Təkrar bir də yolu qayıtmalıdır. Yəni o 30 dəqiqəni bir də getməlidir. Bir də üstə gəlirəm 30-u. Və bura gəlib çatdı. Axı geriyə nə qədər qalıb? Ümumi vaxtımız 45 dəqiqə idi. Bu 30 dəqiqə kimi bura kimi gəldi. Bura geriyə nə qədər qalıb? Bura isə 45 minus 30 qalmışdı. Yəni 15 dəqiqə qalmışdı. O zaman plus 15 dəqiqə bir də üstünə gəlirəm. Bunları cəmləsək bizə verir 115 dəqiqə. Və 115 dəqiqədirsə bizdən soruşur ata saat neçədə? Yəqin ki 115 dəqiqəni biz saata çevirməliyik. 115 dəqiqədə 1 saat 55 dəqiqə deməkdir. Və ata evdən saat 9:00-da çıxmışdı. Ümumi olaraq o 1 saat 55 dəqiqə vaxt itirdi. Cəmisi nə qədər eləyir? 10 saat, yəni 10:00 daha doğrusu 55. Yəni ata 10:55-də işə çatmış olacaq.